Hoş gördük. Bu gözəl sarı çiçəkləri olan hər kəsin tanıdığı gülünbahar bitkisidir. Calendula officinalis adlanır. Türklər aynı safa dedikləri bitki həmin bu gülünbahar bitkisidir. Gülünbahar daha çox kalendula adıyla tanınır və qeyd edeyim ki, gülünbahar bitkisinin həm dəmləməsi istifadə olunur daxilə, həmçinin dəmləməsindən təpitmə şəklində xarici istifadə olunur. Daha çox xanımların sevdiyi bitki sayılır. Üzdə civzələr varsa, aknelər varsa, həmin dəri üzərində olacaq iltihabi prosesləri aradan götürməkdən ötürü gülünbahardan istifadə edin. Gülünbaharın nəinki dəmləməsi, həmçinin cövhəri, yəni spirtdə çıxarışından silmə şəklində istifadə edə bilərsiniz. Bəzi ədəbiyyatlarda və araşdırmalarda gülünbahar bitkisinin mədə mikrobu adlanan Helicobacter pylorinin eradikasiyasına kömək vasitə kimi olması ədəbiyyatda keçmişdir. Həmçinin gülünbahar bitkisi bir təmizləyici bitkidir. Məsələn, göbələk xəstəliklərində qeyd edə bilərəm. Nəinki göbələk antibakterial xüsusiyyətlərinə görə də iltihabı aradan götürə bilir. Gülünbahar bitkisinin həmçinin təpitmə şəklində körpə uşaqlarda bişməcələr olarsa və ya yataq xəstələrində bişməcələr olarsa, həmin nahiyələrə dəmləməsindən təpitmə şəklində istifadə edə bilərsiniz. Daxilə belə istifadə edin. Gülünbahar çiçəkləri götürülür. Bir ovucun yarısı qədər, təxminən bu qədər götürün. 10-15 qram qədər. 10-15 qram qədər gülünbahar bitkisi götürülür. Bir stakan qaynar suda dəmlənilir və gündə 2 dəfə eyni qayda ilə yeməkdən yarım saat öncə daxilə qəbul edilir. 3 həftə istifadə edib, 1 həftə fasilə verə bilərsiniz. Həmçinin gülünbahar bitkisinin çiçəkləri bu qədər götürülür və gülünbaharın çiçəkləri yarım litr qaynar suya təxminən 50 qram qədər gülünbaharın çiçəkləri qatılır, yarım saat dəmlənilir və süzülür. Süzüldükdən sonra alınmış həmin məhlulla qeyd elədiyim dəri səpkiləri və ya bişməcələr varsa və yaxud da bədəndə hər hansı bir hissələrdə göbələk varsa, silmə şəklində gündə 2 dəfə istifadə edə bilərsiniz. Gülünbahar kimi gözəl bir bitki Azərbaycanın əksər yerlərində bitir. Ondan istifadə etməyi unutmayın.